Salam, mən fizika müəllimi Xalidə Əliyeva. Bugün sizinlə maraqlı bir neçə sualın izahına baxacağıq. Gəlin keçək sualların izahına. Şəkildə çəkisi 4P olan çubuq, hər birinin çəkisi P olan bloklar sistemi vasitəsilə tarazlıqdadır. Buna əsasən ipin ucuna tətbiq olunan F qüvvəsi neçə P olar? Deməli, biz baxırıq ki, bizə verilən bu sistemdə həm tərpənən blok, həm də tərpənməz blok var. Bu tərpənən blok və tərpənməz blokların çəkisini gəlin göstərək. Deməli, bu blokda çəki P-dir. Bu blokda da çəki P-dir. Bu tərpənməz blokdur. Bu blok isə tərpənən blokdur. Onun da çəkisi P-dir. Mən belə bir xətt çəkəcəm ki, qüvvələr bizə aydın şəkildə görsənsin. Deməli, baxırıq necə? Deməli, bu ipdə olan qüvvə F qüvvəsidir. Bu F qüvvəsi ip bu istiqamətə fırlandıqda, bu istiqamətdə də yaranan qüvvə olur F qüvvəsi. Deməli, yuxarıda 2F qədər qüvvə var. Bu ip bu şəkildə fırlanır. İp dəyişmədiyi üçün qüvvə də dəyişmir. Və bu hissədə yenə bir F qüvvəsi var. Bu hissədə də ip dəyişmədiyi üçün bu hissədə də yenə bir F qüvvəsi var. Deməli, burada da bir yuxarıda bir 2F qüvvəsi var. Biz burada, baxın, bu iki tərpənən blokda olan blokların çəkisini nəzərə alacağıq. Amma bu blokda, yəni tərpənməz blokda olan blokun çəkisini nəzərə almırıq. Nəyə görə? Çünki bu tərpənməz blokda əgər mən bu ipdəki gərilmə qüvvəsini tapsaydım, bəli, onda mən bu blokun çəkisini nəzərə alardım. Amma mənə lazım olan bu bir cins çubuqda, çubuğun daha doğrusu çəkisi verilib, bu bir cins çubuğa hansı iplər birləşibsə, həmin blokların çəkisini nəzərə almalıyam. İndi mən baxıram ki, bu hissədə, yəni bu ipdə yaranan, daha doğrusu bunu bu şəkildə göstərək, ipdə yaranan gərilmə qüvvəsini mən necə ifadə edə bilərəm? Deməli, ipdə yaranan bu gərilmə qüvvəsini mən yaza bilərəm ki, T üstə gəlinsin P bərabərdir 2F-ə və buradan da alaram ki, bu ipdəki gərilmə qüvvəsi 2F çıxılsın P şəklindədir. Deməli, həm bu ipdə, həm də bu ipdəki qüvvələr 2P, daha doğrusu 2F çıxılsın P şəklindədir. Onu çəkən bir 4P çubuğun çəkisidir. Gəlin həmin qüvvələri yazaq. Yazırıq 2F çıxılsın P. Üzərinə gəlinsin. Deməli, bu blokdakı qüvvə və bu blokdakı qüvvə. Yenə təkrar 2F çıxaq P bərabərdir 4P-yə. Buradan biz alırıq ki, 4F bərabərdir 6P-yə və F də bərabərdir 1,5 P-yə. Bizdən də soruşurdu ki, F qüvvəsi neçə P olar? Deməli, F qüvvəsi 1,5 P olar. Cavab olur A variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir ki, kütləsi M olan eyni bölgülü bir cins çubuqdan 2M kütləli cisim asılmışdır. Buna əsasən iplərdə yaranan gərilmə qüvvələrinin nisbətini hesablayın. Deməli, kütləsi M olan bir cins çubuqdur. Gəlin biz həmin bir cins çubuğun kütləsini göstərək. Deməli, sayırıq. Baxırıq ki, 8 bölgü var və bu bir cins çubuğun kütləsi onun tən ortasından hesablanır. Yəni olur 4 bölgü olan hissədə. Yəni bu hissədə bunun bir M kütləli çəkisi var. Bir də 2M cisminin, deməli, daha doğrusu bu 2M kütləli cisim həmin bu çubuqdan asılmışdır. Biz indi T1 və T2 ipindəki gərilmə qüvvələrini hesablamalıyıq. Buna görə mən baxıram ki, T1 də mənə məhsuldur, T2 də mənə məhsuldur. Bunun üçün mən T1-i və yaxud T2-ni də ola bilər. Dayaq götürə bilərəm. Deməli, həm də baxıram ki,
bu hissədə, yəni M kütləli çubuğun çəkisi olur mj qədər, 2M kütləli yükün çəkisi isə olur 2mj qədər. Mən baxıram ki, yuxarı olan qüvvələrlə aşağı olan qüvvələrin cəmi bir-birinə bərabər olmalıdır. Yəni T1 üstə gələk T2 bərabərdir 3mj-yə. İndi gəlin momentlər qaydasını həmin bu bir cins çubuğa və bundan asılan yüklərə tətbiq edək. Deməli, dayaq götürdüyüm daha doğrusu T1 qüvvəsini mən dayaq götürmüşəmsə, onda bu T1 qüvvəsi momentlər qaydasını yazanda iştirak etməyəcək. Edəcək M kütləli cisim, 2M kütləli cisim, deməli, dayaq ətrafında saat əqrəbi istiqamətində həmin o bir cins çubuğu fırladır. Bir də T2 kütləli, daha doğrusu T2 ipindəki qüvvə. O da saat əqrəbinin əksinə həmin o çubuğu fırladacaq. Gəlin yazaq momentlər qaydasını. Momentlər qaydasını yazanda mj-nin qolu olur 2 qədər, yazıram 2 vurulsun mj, üzərinə gəlinsin. 2 mj-nin qolu olur 4, yazıram 4 vurulsun 2 mj bərabərdir. T2 vurulsun 5-ə. T2-nin də qolu 5-dir. 5 vurulsun T2. Mən buradan alıram ki 5 T2 bərabərdir 10 mj-yə və alıram ki T2 bərabərdir 2 mj. T1-i buradan tapa bilərəm bu ifadədən. Bu ifadədən tapanda yazıram ki T1 bərabərdir 3 mj-dən 2 mj-ni çıxsam alıram mj. Məndən də məsələnin şərtində soruşurdu ki T1-in T2-yə nisbətini tap. T1-i aldım mj, T2-ni aldım 2 mj, nisbət mənə verir 2-də 1. Cavab olur D variantı. Keçək növbəti sualın izahına. Deməli, K nöqtəsi ətrafında fırlana bilən 280 Newton ağırlığındakı bərabər bölgülü bir cins KL çubuğu üzərində 200 Newton ağırlığındakı uşaq ipi şəkildəki kimi tutaraq tarazlıqda qalır. Buna əsasən ipdəki T gərilmə qüvvəsi neçə Newtondur? Deməli, bu ipdə bir T gərilmə qüvvəsi var. Bu ipdəki T gərilmə qüvvəsi, baxın, bu şəkildə tərpənməz blok üzərində fırlanaraq uşağın əlində dayanmışdı həmin ip. Deməli, bu ipdəki T gərilmə qüvvəsi elə burada uşağın daha doğrusu əlində tutduğu bu ipdə yaranan T gərilmə qüvvəsinə bərabərdir. Amma mən bu T gərilmə qüvvəsini burada iki toplanana ayırmalıyam. Bir onun sinus toplananı, bir də onun kosinus toplananı. Deməli, sinus toplananı olur T vurulsun sinus 30 dərəcə, sinus 30 dərəcə və T ipinin kosinus toplananı, deməli, o da bucağa bitişikdə olur kosinus. T vurulsun kosinus 30 dərəcə. Deməli, mən baxıram ki, T vurulsun kosinus 30 dərəcə K nöqtəsindən, yəni fırlanma mərkəzindən keçdiyi üçün bunun momenti olacaq 0. Bunun momentini hesablamayacağım. Həmçinin mənə verilib ki, uşağın ağırlığı, yəni ağırlığı 200 Newtondur. 200 Newton ağırlığında uşaqdır. Deməli, bunun ağırlığını bu şəkildə mən göstərirəm. Həm də bir cins çubuğun özünün də ağırlığı var. 280 Newton ağırlığındadır. Deməli, bir cins çubuqdursa, onun ağırlığını biz hardan göstərməliyik? Düz onun mərkəzindən. Baxırıq ki, 8 bölgüdür. 8 bölgüdürsə, onun mərkəzindən hesablayanda həmin ağırlığı gəlir düşür 4 bölgüyə.
Deməli 280 Newton. Burada mən momentlər qaydasını tətbiq etməliyəm. Amma momentlər qaydasını tətbiq etməmişdən əvvəl mən baxıram ki, T ipi yuxarı və uşağın ağırlığı isə aşağı yönəlmişdir. Ona görə də mən burada bir əvəzləyici qüvvə tapıram. Əvəzləyici qüvvə üçün mən yazmalıyam 200 çıxılsın T. Deməli, və bu qüvvənin qolu, yəni dayaq nöqtəsindən 3 bölgüdür və özü də fırladır dayaq nöqtəsi ətrafında saat əqrəbi istiqamətində. Həm də 280 Newtonluq qüvvə də o istiqamətə fırladır. Amma T sinus 30 dərəcə olan qüvvə isə saat əqrəbinin əksinə fırladır. Ona görə də momentlər qaydasını yazsam, yazıram 200 çıxaq T vurulsun 3 bölgü. 3 bölgü üzərinə gəlinsin 280 dayaq nöqtəsindən nə qədər məsafədədir? Deməli 4 bölgü olan məsafədədir. Yazıram 280 vurulsun 4 bölgü bərabərdir. T sinus 30 dərəcə nə deməkdir? Sinus 30 dərəcədə alır 2də 1 qiymətini. Deməli T bölünsün 2-dir, vurulsun. Nə qədərdir dayaq nöqtəsindən olan məsafəsi? 8 bölgü. Momentlər qaydasını yazdım. İndi momentlər qaydasına əsasən mötərizəni vurub açaq. 200-ü 3-ə vuranda edir 600, çıxılsın 3T, üstə gəlinsin 280, vuraq 4. Bunu elə bu şəkildə də saxlayıram, çünki ixtisar gedəcək. Buradan da ixtisar gedəndə alırıq nə? 4T. Deməli, mən burada alıram ki, 7T bərabərdir. 280 vuraq 4. Deməli, üstə gələk 600. Buradan da T-ni tapsam, T bərabərdir. 280 vuraq 4. Üstə gələk 600. Bölək 7. İxtisarımı aparsam, burada alıram 40. 40-ı 4-ə vursam, elir 160. T bərabərdir 160. Üzərinə gəlinsin 600. Cavab edir 760 Newton. Cavab olur B variantı. Əziz müəllimlər, mən bugün maraqlı sualların izahını verdim. Növbəti dərslərdə görüşənədək hər kəsə uğurlar arzulayıram.